Salam, mən Pakizə Aydın və bu Niyə belə deyirik rubrikasıdır. Sırada dayanırıq və kimsə deyir: xanımlar öndən, heç düşünmüsünüzmü niyə belə deyirik? Müxtəlif versiyalar var və mən sizə ən maraqlısını danışacağım. Ona görə də videoya sona qədər qulaq asın. Uzun illər öncə bir vilayətdə bir kral və onun gözəllər gözəli bir qızı yaşayırmış. Kız olmayacaq birinə, bir çobana aşık olmuş, onunla eşq yaşayırmış. Onlar gizlicə görüşür, məktublaşırlarmış. Günlərin bir günü kral bu münasibətdən xəbər tutur və çox əsəbləşir. Dərhal qızına bu münasibəti bitirməyi əmr edir. Əgər münasibət davam edərsə, o çobanı edam edəcəyini bildirir. Qızını çobana layiq görmədiyini, digər vilayətdəki şahzadə oğlanla evləndirəcəyini deyir. Şahzadə qız çox pis olur. Ağlayır və çobana məktub yazır. Sabah dağın zirvəsində görüşüb birlikdə intihar edəcəklərini yazır. Çünki onların sevgisi əbədi və ölümsüzdür. Çoban razılaşır. Səhərisi gün onlar görüşürlər. Dağın zirvəsindən qalxaraq birlikdə atılmağa qərar verirlər. Əllə tutub 1, 2 və 3 deyərək atılmaq istəyərkən qız çobanın əlini buraxır və çoban qayalıqlara dəyərək alqan içində öz həyatına son qoyur. Qız çobanın parçalanmış bədəninə baxdıqdan sonra intihar etməkdən vaz keçir. Şahzadə saraya qayıdır və atasına digər vilayətdəki oğlanla evlənəcəyini bildirir. Bu hadisədən sonra da bu vilayətdən bütün dünyaya xanımlar öndən ifadəsi yayılmağa başlayır. Bu hekayəni eşidəndən sonra xanımlar öndən ifadəsi hələ də sənin üçün eyni mənanı daşıyır. Fikirlərini paylaşmağı unutma və yadında saxla. Hər sözün bir hekayəsi var. Sizin əməl edin. Pakizə Aydın.